Keçən dərsdə birləşmə əməliyyatı çərçivəsində mən sizə məlumatın mənbəyinin dəyişdirilməsi və onun sıralanması əməliyyatını göstərdim. Bugünkü dərsdə biz məlumatın filtrasiyasını və duplikatların silinməsini keçəcəyik. Mən məlumat mənbəyində, yəni Excel faylında müəyyən dəyişikliklər elədim və belə bir informasiya əlavə elədim. Qəhvəyi rəngində görürsünüz bu məlumatı. Yəni tutalım ki, bu cədvəli yaradan adam səhv edib və tələbələrin içində eyni tələbəni 2 dəfə bu cədvəldə yerləşdirir. Yəni çaşıb da ola bilər. Mən bir əməliyyatda əlavə etdim, yəni bir tələbəni də əlavə etdim. Tutalım ki, oktyabrın 15-i 2024-cü ildə Word kursunu qurtarıb, 25-ci ildə isə fevralın 12-si, fevralın 15-i Excel kursunu qurtarıb. Gəlzindi, keçək bizim əsas sənədimizə. Yəni artıq bizdə 10 dənə tələbə var. Yəni burada 10 dənə tələbə var. Bu o deməkdir ki, bazada, yəni məlumat bazasında 10 dənə yazı var. Gəz baxaq görək, belədir yoxsa yox. Keçirik Rassılki Mailings tabına. Buradan basırıq prosmatris rezultatı, yəni nəticələrə baxaq. Və fikir veririk, birdən 10-a qədər 10 dənə yazımız var. Yəni bir-bir də eləyə bilərsiniz və görürsünüz. Bütün tələbələr buradadır. Bütün yazılar buradadır. İndi baxaq filtrasiya əməliyyatına. Keçirik bu əmrə. İzminiz spисок получателей. Yəni alıcıların siyahısını dəyişdir. Və bizdə belə bir siyahı var. Artıq sizə tanışdır. Biz sıralanma əməliyyatı burada eləmişdik. İndi filtrasiya əməliyyatını eləyəcəyik. Tutalım ki, buradan bizə tutalım ki, bu 2 yaxud 3 deyək ki, yazı lazım deyil. Quşları götürürük. Fikir verir, 1-ci, 2-ci, 3-cü yazıları yığışdırıram. Yəni silmirəm. Sualcılıq sistem onları gizlədir. Və OK düyməsini basın. Təsdiq etmə əməliyyatı. Fikir verir, burada rəqəm 4 oldu. Və indi əvvələ basanda görürsünüz getmir. Yəni 4-dən 10-a qədər dəyişəcək. Görürsünüz. Dala qaydanda da qayıdır 4-ə qədər. 3, 2, 1 görsənmir. Çünki burada quşu yığışdırmışım. Qaytarmaq üçün qaytarırsınız və OK düyməsini basırsınız. Və gördünüz, gəldi. 2, 1. Əgər bütün məlumatı gizlətmək istəyirsinizsə, burada olan bütün məlumatları, onda bu düyməni basırsınız və bütün məlumatlar gizlənir. OK düyməsini basaraq fikir verirsiniz, heç də yoxdur burada. Qaytarmaq istəyirsiniz, yəni burada bir dənə quş qoyursunuz, bütün məlumatlar qayıdır yerinə. Və belə filtrasiya eləmək olar. Yalnız buradan sıralamanı yığışdırım, keçən dərsdən qalıb, silək, belə eləyək, OK. Keçirik bu əmrə, filtrə. Belə bir pəncərə açılır. Poli xanasında deyək ki, yığırıq kursun adını, yəni bu xananın. Burada müqayisə qrafası var. Yəni müqayisə 3 bucağı basırıq qrafasında yazıb ravno, yəni bərabərdir, ni ravno bərabər deyil. Menşi kiçikdir, boyşu çoxdur. Menşi ravno kiçik və bərabərdir.
böyük və bərabərdir. Boş yerdir. Yəni burada boş bir məlumat var. Boş yer yoxdur. Yəni burada nəsə var. Və burada sadirir, yəni məlumat, müəyyən bir məlumat var, yoxsa yoxdur. İndi onlar bəzilərini keçəcəyimiz. Burada seçirik ravno. Yəni bərabərdir. Nəyə? Burada yığırıq kursun adını. Word. Balaca hərflərlə də yığmaq olar, böyük hərflərlə də yığmaq olar. Burada fərqi yoxdur. Yığırıq, belə Word. Yəni filtrasiya əməliyyatı nəticəsi nə olacaq? Yalnız Word kursunu qutaran tələbələr burada görsənəcək. Basırıq OK, təsdiqləyirik. Və fikir verirsiniz. Yalnız Word kursunu qutaran tələbələr görsən. OK düyməsini basanda burada siz yalnız 5 dənə tələbə görəcəksiniz. Fikir verirsiniz. 5-dən sonra əməliyyat dayanır. Dala qaytarmaq istəyirsiniz. Yenə də basırıq filtri. Очистить все. Yəni filtri yığışdır. OK. Məlumat qayıdır yerinə. Tutalım ki, indi siz yenə də keçək filtr pəncərəsinə. Əməliyyatı göstərim yenə də. Kursun adını yığdınız. Bərabərdir. Burada yığırsınız. Word. Və burada ikinci xanada seçirsiniz. Deyək ki, soyad və ad. Və burada belə bir əmri seçirsiniz. Sadirir. Və bunun içində deyək ki, yığırsınız belə hərfləri. Belə bir məlumatdır. Deyək ki, of. Azərbaycan dilinə keçək. Of. Yəni və burada i, yax, və İngilis dilində gedir and. Yəni filtrasiya necə olacaq? Word-u qutaran tələbələr, yəni burada 5 dənə tələbədir. 1, 2, 3, 4, 5 tələbə və onların soy adlarının içində of birləşməsi olmalıdır. Yəni bizdə olmalıdır burada Word, of, burada of yoxdur. Və burada var Məmmədova, of var. Burada of var, Poladov. Yəni 3 dənə məlumat olacaq bizdə indi filtrasiyada. Filtrasiyadan sonra. OK. Görürsünüz. Word kursunu qutarıb, Word kursunu qutarıb, Word kursunu qutarıb və soyadın içində görürsünüz of və of var. İndi tutalım ki, burada i, yəni and yox. Burada yığırıq ili, yaxud or İngilis dilində. Yəni Word kursunu qutarıb, yaxud soy adında və adında of birləşməsi var. Basırıq OK. Görürsünüz, artıq artdı. Görürsünüz, burada artıq Photoshop'u qutaran tələbə də var. Çünki onun soy adında da of birləşməsi var. Və belə filtrasiya eləmiyorlar. Qaytarmaq istəyirsiniz dala. Keçid filtrasiyaya. Очистить все. Filtrasiyanı sildiniz. OK. Buradan da OK. Məlumat burada bərpa olacaq. Tutalım ki, indi siz buradan filtrasiya var. Tutalım ki, sizə lazımdır ki, yanvarın 31-i kursları qutaran tələbələr sistem seçsin. 3 bucağı basırsınız və burada yanvarın 31-i seçirsiniz. Filtrasiya 2 nəfər qalacaq. Qaytarmaq istəyirsiniz. İşə düyməsini bas. Sizdə indi sual yarana bilər ki, bu filtrasiya nəyə lazımdır? Əgər burada hər şey görsənirsə və burada əllə əməliyyat aparmaq olar. Bəli, yerinə yetirmək olar. Çünki burada 10 nəfərdir. Amma ola bilsin sizin kursunuzu 50 nəfər, 100 nəfər, 150 nəfər yaxud 200 nəfər qutarıb. Onda bunu necə eləyəcəksiniz? Əllə bunu eləmək
çox çətindir. Ona görə də həmin əməliyyatı sistemə tapşırmaq daha məsləhətlidir. İndi tutalım ki, görürsünüz bizdə burada təkrarlamalar var. Bunları necə tapmaq olar? Ola bilsin sizdə gəlin deyirəm 200 dənə tələbə var və o bu cədvəli tərtib edən adam çaşıb və 3-4 dəfə eyni adamı, eyni məlumatı cədvəldə yerləşdirib. Onları necə tapırıq? Yəni bax bu iki məlumatı bizim konkret halda basırsınız найти повторение, yəni təkrarları tap və sistem sizə bunu verir. Yəni səhv məlumatı, buradan quşu yığışdırırsınız, OK düyməsini basırsınız, görürsünüz buradan quşu yığışdı və artıq burada da o məlumat ləğv olunacaq, yəni belə deyək, ləğv olunmayacaq, görsənməyəcək. Görürsünüz 8-ci yazıda, indi fikir verirsiniz, OK düyməsini basıram, bir-bir keçirik, 1, 2, 3, 4, 5, 6, 7, görürsünüz 7 görsənmir, 6-dan o saat 8-ə keçir. Çünki burada quşu yığışdırmışıq. 10, 9, 8, 7-ci yazı görsənmir. Düzdür, məlumatı buradan da silmək olar. Amma ola bilsin, bu adam tam Poladov fevral 28-25-ci il yox, tutalım ki, fevral 28-i 24-cü ildə deyək ki, Word kursunu qutarıb, burada isə Excel kursu lazımdır yazmaq. İndi cədvəli tərtib edən adam çaşıb, burada yeni də Word yazıb. Yəni buradan silməmək üçün buradan müvəqqəti həmin yazını yığışdırırsan, məktubu həmin tələbəyə göndərirsən, sonra bərpa eləyib düzəliş eləyirsən məlumat mənbəsində. Qaytaraq yerinə, OK düyməsini basaq, yenə də keçək bura. İndi tutalım ki, hansısa tələbəni burada tapmaq istəyirsiniz. Bunun üçün bu əməliyyat var. найти получателя. Deyək ki, Məmmədov Nailəni tapmaq istəyirik. Siyahıda basırsınız найти получателя. Burada yığırsınız Məmmədova. Tutalım ki, Məmmədova bir adamdır. Onda adı yığmamaq da olar. Belə. Burada sistem soruşur. Bütün xanalar üzrə axtarım. Yəni belə saxlasaq, o burada da axtaracaq, burada da axtaracaq. Burada neçə xana varsa hamısını da axtaracaq. Əgər sizə lazımdırsa, yalnız bu xanada axtarsa, yəni soyad və ad, onu da yığırsınız Papolu və burada özünüz seçirsiniz. Hansı xanada axtarsın? O soyad və ad. Basırsınız найти dalее. Tapdı. Bəlkə yenə də kimsə var Məmmədova. Bir də basırsınız. Sistem sizə deyir ki, artıq belə məlumat yoxdur bazada. İndi axtaraq bu məlumatı Poladov yığaq burada. Görürsünüz. Bir də basırıq найти dalее. Tapdı birincisini. Bir də basırıq ikinci. Veriləni tapdı. Üçüncü dəfə basanda yazacaq ki, məlumat yoxdur. Bu nəyə lazımdır? Tutalım ki, sizə lazımdır ki, 100 dənə yazı var, 100 yazının içindən bunu ləğv eləyəsiniz. Yəni, bu yazını çapa verməyəsiniz. Tapdınız, sistem buranı qaraldır, yəni göy rəngdə göstərir. Quşu yığışdırdınız, OK bastınız, burada həmin məlumat silinir, yəni silinir, yox, gizlənir. Məktubları göndərirsiniz, e-maillər, təzədən bunu bərpa eləyirsiniz. Və belə üsullarla bazada olan məlumatları filtrasiya eləmək olar və onların duplikatlarını silmək olar, yaxud gizlətmək olar, müvəqqəti gizlətmək olar. Bugünə bu qədər. Təşəkkürlər.